İkinci fəsil. Quran-ı Kərimə ikinci baxış. Bu fəsildə kitabın əsas mahiyyətini təşkil edən, xüsusən araşdırmalarımın uzun zaman apardığı mövzulara toxunmağa çalışacağım. Quranın klassik tərcümələrindən fərqli olaraq, burada onun batini mənalarını anlayacaq və bununla da imanımızı kamilləşdirməyə çalışacağıq. Təbii ki, burada yazılanlar öncəki və ya bundan sonraki tərcümə və ya təfsirləri inkar etmir. Əksinə, onların zahirini daha da möhkəmləndirir. Biz zahirə deyil, batinə fokuslanacaq və ayələrdəki irfani dərslərlə yanaşı, onların tarixi və ya batini mənalarını da mənimsəyəcəyik. İlk fəsildə bu haqda qeyd etmişdim. Yenidən xatırlatma olması üçün qeyd etməyə özümə borc bilirəm. Quran-ı Kərim ayələrində bizə iki növ mesajlar verir. İlki, zahirən gördüyümüz, oxuyub ibrət dərsi aldığımız hekayələr, qanunlar və sair mövzulardır. İkincisi isə onun batini mənalarıdır. Hansı ki, burada elmi işarələr, tarixi faktlar gizlənir. Dilimizə tərcümə edən tərcüməçilər ilk mesajları çox gözəl izah etmiş və bizi öz dilimizdə Quran oxumaqla şərəfləndirmişdir. Biz bu fəsildə qətiyyən o tərcümələri yalanlamırıq. O tərcümələrin doğruluğunu inkar etmirik. Biz bu fəsildə ayələri daha dərindən araşdıraraq təhlil edir və mövzunun hekayəsi ilə deyil, arxasında gizlənən mesajlarla maraqlanırıq. Ümid edirəm, imanınızı möhkəmlətmək üçün bu təhlillər faydalı olar. Birinci hissə 96-cı surə Əl-Ələq surəsi. İlk vəhiy bu surənin ilk ayəsi ilə gəlmişdir. Bu səbəbdən araşdırmanın başlanğıcında bu surənin olmasını istəyirəm. 610-cu ildə Hira dağında bir mağarada Uca Allah Həzrəti Cəbrail vasitəsilə oxu deyə əmr etmiş, lakin oxuma və yazması olmayan Peyğəmbər sallallahu bunu edə bilmədiyini demişdir. Həzrəti Cəbrail yenidən oxu deyib onu möhkəmdən sıxmışdır. Bu hadisə 3 dəfə təkrarlandıqdan sonra Ələq surəsinin ilk 5 ayəsi nazil olmuşdur. Həmçinin bu surənin 19-cu ayəsində səcdə etmək mütləqdir. Oxu, yaradan Rəbbinin adı ilə. O, insanı ələqdən yaratdı. Oxu, Rəbbin ən böyük kərəm sahibidir. O, qələmi öyrətdi. O, insana bilmədiklərini öyrətdi. İkinci ayədə gördüyümüz və surənin adı olan ələq sözü ərəbcədən tərcümədə qan laxtası, yapışan şey mənasını verir. Burada Uca Allah embrionu bizə tanıdır. İnsanın içlik vərəqi olduğu dediyimiz də bax buna görədir. Daha da dərindən araşdıraq. İlk öncə Uca Allah oxu deyə əmr edir. Yuhannanın İncilinə baxdıqda görürük ki, başlanğıcda söz var idi. Söz Tanrı ilə birlikdə idi. Söz Tanrı idi. Yuhanna 1:1 deyilir. Əl-Ələq surəsində deyilən yaradılışdan öncə var olan sözün oxunmasıdır. Yəni birbaşa Allahın özünün təsviridir Quran. Bu nəticəyə gələ bilərik ki, insandan öncə söz var idi. Daha sonra isə onu oxumaq əmr edildi. Daha da əvvələ gedək, Həzrəti Musa dövrünə, Tövrata baxaq. Başlanğıcda Tanrı yeri və göyü yaratdı. Beləliklə görürük ki, Uca Allah ilk öncə yeri və göyü yaradır. Müqəddəs İncilə görə ondan öncə söz var idi. Müqəddəs Qurana görə isə o sözü oxumağı əmr etdi. Həmçinin Müqəddəs İncilin vəhiylərində Yuhanna vəhiylər 2. Yaz əmri bir neçə dəfə təkrarlanmışdır. Qısa xülasəsini çıxaraq, ən qədimdən başlayaraq, qədim əhd, Tanaqda, yaradılış ilə başlayaraq, yeri göyü necə yaratdığını Uca Allah buyurur. Daha sonra yeni əhd, İncildə isə vəhiyləri yaz ilə başlayır. Həmçinin başlanğıcda söz olduğunu buyurur. Daha sonra isə hamısını təsdiqləyən kitabda Quran-ı Kərimdə oxu deyə əmr edir. Beləliklə, onları bir daha bu surədə təsdiqləyərək, əmrdən sonra insanın necə yaranması haqqında bəhs edir. Söz haqqında bəhs edərkən hərf haqqında danışmasaq da olmaz. Quran-ı Kərimdə 2-ci, 10-cu və 11-ci surələr əliflə başlayır. Burada əlif ilk hərfə, ilk varlığa işarə ola bilər. Əvvəlcə söz var idi. Bu başlanğıcı olan söz Allahın özü ola bilər.
Bəqərə surəsində əlifdən sonrakı lam hərfinin bir çox mənası var. Məsələn, Həzrəti Cəbrail ola bilər. Mim isə onun vasitəsilə Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləmə əlifin, yəni uca Allahın sözlərinin çatdırılması vurğulana bilər. Həmçinin Yusuf surəsindəki əlif, lam, ra'nın isə tamam ayrı mənaları ola bilər. Biz bunu irəlidəki mövzularda geniş təhlil edəcəyik. Növbəti ayələrdə isə uca Allah namazdan dönənləri, haqqı inkar edənləri öz əzabına düçar edəcəyini vurğulayır.